Salam əziz dostlar, biz bugün məntiq haqqında danışacağıq yenə. Bugünkü mövzumuz məntiqin. Biz keçən bəhsimizdə məntiqin müəllifi haqqında danışdıq. Bugün yenə səhifə 19-da bir dənə sual var və o suala cavab verilib. O sualı biz izah eləməyə çalışacağıq və cavabını da verməyə çalışacağıq. Bəzi məktəblər, yəni məntiq məktəbləri, fəlsəfə məktəbləri, hövzə elmlərini, yəni akademik şəkildə din elmləri keçirilən universitetləri, mədrəsələri, xüsusilə İslam fəlsəfəsini Aristotel məntiqinə əsaslandığına görə rədd edərək deyirlər. Deyirlər ki, Aristotel məntiqi abstrakt məntiqdir və həqiqətləri kəşf etməkdə təcrübəyə heç bir dəyər vermir. Deməli, bəzi məktəblər deyirlər ki, biz Aristoteli qəbul eləmirik, onun heç bir faydası yoxdur, o bizim üçün həqiqətləri kəşf etməkdə bizim üçün heç bir təcrübi dəyərə sahib deyil. Bundan əlavə, Aristotel İslam filosofu da deyil. Buna görə də Aristotel məntiqi İslam fəlsəfəsinin və İslam təfəkkürünün fundamenti ola bilməz. Belə deyirlər. Deyirlər ki, İslam fəlsəfəsinin fundamenti Aristotelin məntiqi ola bilməz. Buna cavab veriblər, 4 cür cavab veriblər. Biri budur ki, heç də İslam fəlsəfəsində Aristotelin yaxud başqa bir filosofun sözləri dəlilsiz qəbul olunmur. Birincisi, Aristotel nə deyibsə, o demək deyil, hər şey düzdür. Hamısının dəlili var. Əgər dəlili varsa və İslam fəlsəfəsinə uyğundursa, İslami etiqadlara uyğundursa, onu qəbul edirlər. Yox, qəbul eləmirlər. Birinci dəlillə qəbul olunur həmin Aristotelin sözləri. Və İslam filosofları da heç vaxt əqli və fəlsəfi bəhslərdə heç kəsi təqlid etməyiblər və etmirlər. İslam filosofları, bugünün İslam filosofları, ya qədim filosoflar, onlar oturublar, məntiqdə də təqlidi qəbul eləməyiblər. Nə deyirlərsə, biz də sözsüz, söhbətsiz, dəlilsiz, sübutsuz qəbul edirik. Bu cür olmayıblar. İslam filosofları özləri də bir çox, necə deyərlər, o qaydalara, məntiqi qaydalara düzəlişlər eləyiblər, redaktələr eləyiblər və onu daha da təkmilləşdiriblər. Bu belə. Sonra ikinci cavab budur ki, ilk dəfə deyir, Aristotel tərəfindən sistemləşdirilən məntiq elmində bir çox çatışmazlıqlar var idi keçmişdə. Çatışmazlıqlar çox idi. Bu çatışmazlıqlar sonradan tədriclə digər filosoflar, o cümlədən digər filosoflar, yəni qərb filosofları, o cümlədən də İslam filosofları və yaxud şərq filosofları tərəfindən də aradan qaldırılıb həmin o çatışmazlıqlar daha da təkmilləşdirilir. Üçüncü budur ki, məntiqin bəhsləri bugün yalnız nəzəri xarakter daşımır. Əslində, əksinə, təcrübi xarakter daşıyır və induksiya metodundan istiqra qaydasının metodundan da bəzi həqiqətlərə çatmaq üçün istifadə olunur. İnduksiya haqqında biz gələcək bəhslərdə danışacağıq. İnduksiya nədir, deduksiya nədir, bunlar haqqında danışacağıq. Dördüncüsü, qeyd etdiyimiz kimi deyir, Aristotel məntiqi yaratmayıb. O demək deyil ki, məntiq yox idi Aristotelə qədər, insanlar düşünmürdü, Aristotel gətirdi, yaratdı, qoydu, ortaya çıxartdı. Yox. Yalnız zehnin məntiqi qaydalarını kəşf eləyib. Yəni, olan şeyləri kəşf eləyib. Özündən nəsə icad eləməyib. Əslində, o qaydalar var idi insanların zehnində. Sadəcə o qaydaları deyinib, bu Aristotel təkmilləşdirib. Bu qanunlar fitri olaraq Allah tərəfindən insan zehnində qoyulmuşdur həmin bu qaydalar. Sadəcə Aristotel götürüb onu, həmin qaydaları sistemləşdirib. Deməli, əgər bugün İslam fəlsəfəsi məntiq əsasında qurulubsa, bu məntiq həqiqətdə Aristotelin məntiqi deyil. Nəyindir? Allahın bəxş etdiyi fitri məntiqdir. Yəni, onun əsasında qurulub. Bu ümumi qaydaları kəşf edib sistemləşdirmək cəhətindən məntiq elmi Aristotelə aid edilsə də, əslində məntiqi yaradan Aristotel yox, Allahdır. Düzdür, həmin qaydaları Aristotel təkmilləşdirib, sistemləşdirib. Amma o demək deyil ki, o qaydalar əvvəlcədən də yox idi. İnsanların zehnində var idi. Fitri olaraq Allah Teala həmin o qanunları qoymuşdu. İnsanlar da o qanunlar əsasında düşünürdü. Necə ki, bugün də həmçinin. Orada düşüncəsiz insan çox çətin olar da tapmaq. Amma onu sistemləşdirən sadəcə bir dənə kimdir? Aristotel olub və ondan sonra da orada da bir çox çatışmazlıqlar olub deyirlər və onu da bir müddət sonra İslam filosofları təkmilləşdiriblər və ortaya çıxardıblar. Bugünlük bu qədər. Sağ olun.